Pisəzəndə artıq bilirsiniz ki, bir sakin, Pisəzən sakini bir aydır qatığa zəncəfil qatıb arğılamaq istəyir, yəni pəhriz saxlayıb və bir ay ərzində 36 kilo verir. Bu necə yəni düzgün, yəni nəticədə düzdür həmin vətəndaş ölüb və bu diyeta saxlamaq. Çünki sosial şəbəkələrdə də biz rastlaşırıq ki, məsəl üçün nəyisə qatmaq olar, nəyisə içmək olar. İlk öncə gəlin başlayaq bu qatığa zəncəfil qatmaqdan, daha sonra keçək ki, bu sosial şəbəkələrdə paylaşılan, necə düzgün biz diyeti saxlamalıyıq? Çox ciddi səhv edirlər. Hətta mən düşünürəm ki, artıq bəzi qurumların bura bir rəayət eləməsi, nəzarət eləməsi gərəkən bir prosesdir. Çox ağır, sonluğu faciə ilə bitən bir təhlükəli məsələdirsə, çox ciddi sos əslində bu həyəcan siqnalı verir və mən artıq illər bunu danışırdım ki, hər kəs belə məsləhətlər verməli deyil. Bunun bir tibbi və elmi əsası olmalıdır. Məsələn, çox rahatdır, deyək ki, zəncəfil qatığa qatılır. Nə baş verir? Zəncəfil çox ciddi, yəni metabolik prosesləri sürətləndirən bir tərkibdir. Təzyiqi həddən artıq aşağı salır. Məsələn, düşünün, bir insan hipotonikdir, təzyiqi zaten aşağıdır və bir də bu içki ilə arıqlamaq istəyir. O zaman orada proses, lipoliz prosesi baş vermir. Yəni, yağ toxuması parçalanmaqdan çox birinci bu, özəlliklə bu tərkibdə də var, bədənin suyu nümayəsini qovur. Mən ona görə də həmişə deyirəm ki, belə tərkiblər əslində dərman qədər effekt göstərən bir tərkibdir və halbuki biz həkimlər, məsələn, dərmanı belə yazanda necə yazılır? Hansısa dozada yazılır və müəyyən göstəriş tələb edəndə yazılır. Qida da dərmandan daha çox təsir gücünə malik bir ingrediyentlərdir. Xüsusilə belə ədviyyatlarda, darçın, zəncəfil, kətan toxumu çox təhlükəlidir. Belə məsələlər haqqında sui-istifadə edib ki, orada bir məsləhət verilir və mən izləyən izləyicini, tamaşaçını qınaya bilmirəm. Çünki o düşünür ki, bu əgər senzura yoxdursa, buna deyək ki, 100 minlərlə və s. insan baxdı və bu insanın bir şəkildə nüfuzu var, bu məsləhəti verə bilirsə, demək ki, bu doğrudur və bunu edir. Və nəticə, acı nəticə ortalıqdadır, insan həyatını itirib, yəni bundan təhlükəli nə ola bilər ki? O yüzdən də, hətta istəyirəm xırdalayım, deyək ki, kətan toxumunu hər kəsə məsləhət görürlər. Nədir kətan toxumunun tərkibi? Çox güclü dozada estrogen ağırlığındadır. Bir çox qadınlarda olan xəstəliklər, kista, nödül, hətta kanser, xərçəngə gedən bir yolda bu insanlar hiperestrogenemiyadan, yəni estrogen çoxluğundan patologiyalarda risk çəkə bilir.